Salam, hər kəsi videodan salamlayırıq. Bugün biz Python mövzusuna ayrılan bir sualın izahına baxırıq. Kanalımıza abunə olub bizə dəstək ola bilərsiniz. Deməli, sualımızda bizə soruşulur ki, hər hansı bir B siyahısına n sayda daxil olunmuş ədədlərdən cüt və tək ədədlərin sayını çıxaran proqram Python dilində yazın. Biz ilk öncə istifadəçimizdən neçə dənə ədəd daxil etməlidir, onu almalıyıq. Ona görə də hər hansı bir n dəyişəni təyin edib, int input verməklə deməli, istifadəçidən ədədimizi almış olacaq. Burada dırnaq içərisində yaza bilərik ki, ədəd sayını daxil edin. Ədəd sayını daxil edin. Bu şəkildə. Və növbəti atdığımız hər hansı bir B dəyişənidir. Şərtdə bizə B dəyişəni deyir deyə biz də B-ni bir siyahı olaraq təyin edirik. Və hələ ki içərisində heç bir element yoxdur, amma sonra dövrə girdikdə elementlərin əlavə olduğunu görəcəyik. Sonra hər hansı bir i dəyişəni təyin edirəm, i-yə 0 verəcəm. Bu i bizim sayğacımız olur. Yəni dövr neçə dəfə işləyəcəksə, i 0 olduğu 0 və artdığı müddətcə biz n vasitəsilə təyin edəcəyik. Sonra növbəti atdığımız while dövrünə girməkdir. Və while dövrünə girdikdən sonra şərtimizi nə qururuq? Burası biraz maraqlı hissədir. Deməli, biz i-nin n-dən kiçik olmasını yoxlayacağıq. Nəyə görə? Çünki i n-dən kiçik olduğu müddətcə dövrümüz işləyəcək və n sayda ədəd daxil olmuş olacaq. Çünki 0-dan başlayır axı. Ona görə əgər 1-dən başlasaydı, demək kiçikdir, bərabərdir daxil eləməyimiz daha düzgün olardı. Amma burada i n-dən kiçik olursa, demək ki, i-ni 0-a bərabərləmişik və ekranda da 0-a bərabər olduğunu görürsünüz. Və hər hansı bir Q dəyişəni deyəcəm burada. Yəni belə bir şey yaza bilərik burada. Q bərabərdir int input təyin eləməklə biz siyahımızın elementlərini ala bilərik. Məsələn, buraya yazaq ki, ədədinizi daxil edin. Bu arada bunu da dırnaq içərisində yazmalı idim. İlk öncə yadımdan çıxdı. Və bu şəkildə. Ədədi daxil elədikdən sonra biz bunu B siyahısına atmalıyıq. Və B nöqtə append həmin metodu, bu append metoddur. Append daha doğrusu. Və Q-nü mötərizə içərisində yazmaqla siz Q dəyişənini B-yə daxil eləmiş olursunuz. Və deməli, bu çalışmanın iki üsulu var. Yəni, bura qədər hamısı bir üsulla gəlir. Bundan sonra iki üsula bölünür. Ya siz deməli, ədədlərin hamısını B-yə daxil eləyəndən sonra B-nin içərisinə for verəcəksiniz. Ya da ki, elə i n-dən kiçik olduğu müddətcə bu dövr işləyə siz Q-nün şeylərini yoxlayacaqsınız. Yəni, tək olub cüt olmadığını bu şəkildə yoxlaya bilərsiniz. Mən hər ehtimala daha açıq izah üçün mən sonradan yenidən bir for dövrünə girəcəm. Ona görə də yəni, birinci üsulu istifadə edirəm ki, daha rahat başa düşəsiniz. Burada i bərabərdir i plus 1 yazıram və bu şəkildə B dəyişənimizin artıq elementləri mövcuddur. Və sonra sayğacları özüm qoymadım ora, yəni say rolunu oynayan kəmiyyətləri özüm qoymadım ki, burada izah edeyim sizə. Məsəl üçün, bura yazaq ki, tək altdan xət ədəd. Yəni, bu sayı bildirəcək. Tək ədədlərin sayı hələ ki 0-a bərabərdir. Çünki biz müqayisə aparmamışıq. Və bura cüt ədədlər yazaq. Cüt altdan xət ədəd. Buna da bərabərdir 0 deyirik. Və mən özüm yenə də qeyd edirəm. Bunu əvvəldə yazmalıyım ki, dövrü sizə başa salandan sonra bu hissəni də sizə başa salmış olum. Və indi daha bir dövr təyin edəcəyik. Bu dəfə siyahının içərisindəki elementləri yoxlamaq üçün. Burada for verəcəyik. For, məsələn, for i dəyişəni təyin edədiyimiz üçün deməli, i verməyəcəyik. Məsələn, a yazaq. For a in b. Yəni, for a in b nə deməkdir? Bunu da izah edeyim. Yəni, bu gördüyümüz a dəyəri hər dəfə B siyahısında olan elementlərin hər birini növbə şəklində alır. Və biz yoxlayacağıq. Ədədin cüt olduğunu necə yoxlayırıq? Əgər ki, ədədin 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, demək bu ədəd cüt ədəddir. Yox, əgər bölünmədən alınan qalıq 0-a bərabər olmursa, demək ki, bu ədəd tək ədəddir. Yəni, 2 dənə hal mövcuddur, bunun ikisini də yoxlamış olacaq. Demək, if şərtinə giririk. Deməli, if A bilirik ki, faizdən alınan qalığı faiz işarəsini göstəririk. A faiz 2 0-a bərabər olsa, demək ki, bu ədədimiz cüt ədəddir. Və biz cüt ədədin üstünə 1 gəlməli. Yəni, sayğac kimi. Bir növ say kimi. Yəni, sayğac deməyək. Say kimi. Cüt ədəd bərabərdir. Cüt ədəd plus 1. Yəni, bu şəkildə
biz sayımızı tapmış oluruq. Yox, əgər if şərti ödənməsə, else şərtinə girəcəyik. Əgər ki, yəni cüt olmasa, ədəd demək ki, tək ədəddir. Yəni bu da məlum məsələdir. Tək ədəd. Bu da bərabərdir. Yenə eyni üsulu tətbiq edərək tək ədəd plus 1. Və bu şəkildə biz artıq ədədlərimizin, yəni cüt və təklərin sayını tapmış olacağıq. İndi bir dənə bizim bunları çapa verməyimiz qalır. Print, məsəl üçün, birinci çapa verək. Cüt ədəd və vergül qoyaraq tək ədəd. Və bu şəkildə bizim algoritmimiz artıq hazırdır. Proqramımız hazırdır. İndi isə proqramımızı yoxlayaq görək. Həqiqətən bu algoritm işə yarayır, yoxsa yox. Deməli, terminalımız açılsın. Ədədin sayını daxil edeyim. Bu bizim siyahımızı neçə dənə ədədin olacağını təyin edir. Məsələn, 4 dənə ədəd verin. Gördüyünüz kimi, bir burada ədədinizi daxil edin yazmışdıq və terminalımız da öz əksini tapmış oldu. Məsələn, 21, 12, 2 və sonuncu olaraq 7-ni daxil edək. Görək, cüt ədədimiz neçə dənədir, tək ədədimiz neçə dənədir. Və gördüyünüz kimi, cüt də, tək də hər iki ədədin sayı 2-yə bərabərdir. Və əgər istəsək, başqa bir şəkildə eləyə bilərik, yoxlayaq. Yəni, birdən anlaşılmaz olar. Məsələn, 3 dənə daxil edək. Bu dəfə hamısını tək daxil edəcəm. Məsəl üçün, 21, 53, məsəl üçün, üçüncü də daxil edək 5. Və gördüyünüz kimi, bizim cüt ədədimizin sayı 0, tək ədədimizin sayı isə 3-dür. Bu qədər sadə. Yəni, proqramımız bu qədər idi. Ümidvaram ki, video sizin yararınıza oldu. Bəyənməyi unutmayın. Bu qədər sağ olun.